Herkese salam. Çox uzun müddətdir ki, ustaya getmirdik. Çox uzun müddət dediyim 2 aydır. Kruz sürürsənsə və 2 aydır ustaya getmirsənsə, deməli vəziyyət yaxşıdır. Avtomobilin ön əyləc bəndləri artıq bitib. Yaxın zamanda Qəbələ Şəkiyə getmişdik və prevallarda ümumiyyətlə mənim sürüşüm sərt olduğuna görə mənim əyləc bəndlərim, yəni el arasında nakladkalarım belə tez bitir. Rayonda ümumiyyətlə preval olan hissələrdə belə nakladkalar, əyləc bəndləri əyridi bitdi. Rayonda olanda hiss eləməmişəm, amma Bakıya gələndə çox aşağı sürətli sürəndə belə çıxanda xırda belə xırtıltı səs gəlir. Artıq bilirəm ki, ya arasına toz falan dolub ki, bu aşağı ehtimaldır. Çünki orada daimi hərəkət var. Ya da ki, beləcə əyləc bəndlərimiz bitib. Gedirik Romos'dan yanına, bu gün öz orada yoxdur. Amma mənim ancaq bu gün vaxtım olduğuna görə gedək. Bu çəniklərdən ya da başqa ustalardan kimsə orada varsa əyləc bəndlərini dəyişəcək. Prosesi çəkib sizə göstərəcəm. Qiyməti, hansı markanı aldıq və sonra axır belə ilə gedirik, yollayıq. Bu arada avtomobili dəyişməli olduğum şey təkcə belə desək, əyləc bəndləri deyil. Avtomobilin ön, sağ və sol linkləri, hansı kimi onda belə desək, el arasında sırğa deyirlər, onlar dəyişməlidir. Motorun arxa saydıqı dəyişməlidir, motorlar dəyişməlidir, avtomobilin ön təkərləri dəyişməlidir. Amma hələ ki bunları eləməyə planım yoxdur yaxın zamanda. Amma əyləc bəndləri beləcə vacib olduğu üçün və bu rasxodnikdə də yəni bu müəyyən müddətdə bir dəyişməlisiniz. Ona görə əyləc bəndləri dəyişir, yəqin ki növbəti həftə beləcə təkərləri dəyişəcəm. Artıq ondan sonra müəyyən çıxananda olan beləcə ehtiyat hissələrinə keçib onları yavaş-yavaş dəyişməyə başlayacağım. Bundan əvvəl sürdüyüm kruzda o səhv eləmişdim. Hər hansı bir ehtiyat hissəsi beləcə 31% və ya 50% aşılandan sonra cəbkət usulü dəyişirdim, amma bunun 50% ömrü qalırdı. Amma bu bir avtomobil alanda özümə söz vermişdim ki, bu formada yanaşmayacağım. Çünki o formada olanda avtomobil bayağı xərc çıxardı. Amma bu avtomobilə ilk aldığım zaman 400 manatçısı vardı, belə desək. Xərc qoymuşdum. O 400 manatçıda bu arada avtomobilin hərəkinin yağına belə dəyişmə vardı. Ondan sonra avtomobili bir qəpik belə xərc qoymamışam. 7-8 dənə rayon gəzmişəm. Bakıda da hal-hazırda avtomobili sizə göstəreyim. Bakıda dediyim adası aldığımdan bəri 11.180 km avtomobili belə desək idarə eləmişəm. Yəqin ki, Romaya gedəndə deyəcək ki, bu dəyişməlidir, amma təbii ki, biz onları dəyişməyəcək. Dediyim kimi, yalnız əyləc qəlimlərini dəyişməyə gedirik və axtardığım firma HQ firmasıdır. Bildiyim qədərilə 40-45 manatçısı varındadır. İndi baxaq görək, həmin o əyləc qəlimlərini neçəyə tapa biləcək. Yoldayıq, çox az bir yolumuz qalıb, artıq çatırıq ustaya. Çatdı mı? Yox, yiyibdin o. Hava. Özdə ayarım sana. Bak. Gəldik Yusuf Usta'nın yanına, nakladkalar dəyişməlidir. Gördüyünüz kimi bayaq videoda göstərdim. Nakladkalar yaxşı vəziyyətdə deyil. Hansı ki artıq bitib və təəssüf olsun ki, apornonu yeyib. Hansı ki bu formatı göstərmişsə, qırağında diskin içindən daha yuxarıdadır. Ona görə də aporno gediləcək. Yonulmağa Usta'dan soruşacaq ki, görək bunu yonundan sonra canı qalacaq, yoxsa yox. Plus xoş xəbər. Avtomobilin motorun arxa səhvlikindən başqa manjeti də artıq başlayıb buraxmağa. Hardasa 110 manat xərci var, amma dublikatla. Yusuf Usta'nın yanına birinci dəfə gəlir, amma sağ olsun dedi ki, məndəki orijinal deyil. Üstünə GM yazıb, başqa yerdə sənə orijinal adına sata bilərlər. Amma mən sənə əvvəldən deyirəm dublikatda, amma müəyyən qədər garanti edirik ki, misal 6 ay və 8 ay işləyəcək. Bir dənə riski tərəfi odur ki, buradan axırıya birbaşa avtomobilin qırışının üzərində düşür. Ona görə də yəqin ki, onda yaxın zamanda dəyişəcək.
Təəssüflər olsun ki, Apo'nla yolunmağa əlverişli olmadı. Çünki Apo'nun arxa tərəfi gördüyünüz kimi daha nazikdir. Yəni qabaq tərəfini yonmaq olar, amma arxa tərəfi yonulsa Apo'nun qırılma ehtimalı var. Biz ona görə Ölüxana ilə danışdıq. İkisi ilə biri cütünü verir 100 manata, amma hələ onlar da yonulmalıdır. Əhməddə bir dənə Ölüxana var, 80 manata verir cütünü və deyir ki, yonulmağa ehtiyacı yoxdur. Sifariş eləmişik, üstdən çıxmadı. Bu arada işləmişinin, təzəsinin acil olmayan firma malı, SRS firmasınınki 100 manatda, amma Apor'un olduğuna görə firma malı alıb qoymaq istəmirəm. Yəni ki, üstdən çıxmanı sifariş edəcəyik. Əhməddən gətirsinlər 80 manata cütlü, yonulmağa deyilənlərə görə ehtiyacı yoxdur. Sifariş edir, gəlsin. Sonra deyilər ki, maşını ustaya aparmaq istəmirsən, ustaya gətirsən, başlayır başqa detallarda da problem çıxmağa, amma belə sürəndə problemləri ən azından bilmədən sürürsən, əsas odur ki, yolda qalmayasan. Aporlar düzəldəndən sonra da bizim bayaq göstərdiyim əsas hissəmiz bu marjetdən, adapter marjetindən axan yağa həll eləməkdir. Çünki dediyim kimi birbaşa kruşetelin üstünə düşür və avtomobilin alluzası yanma ehtimalı var. Ölüxanda olan elə disklər də gəldi, yəni elə arasında biləcək. Apor'un deyirlər, o da yonulmalıdır təəssüf olsun ki, amma artıq başqa alternativ yoxdur. Ya SRS və ya bu tipdə olan bir firmanın orijinal təzəsini almalısınız. Cütü 100 manatdır və belə Ölüxanadan gətirirsiniz 80-90 manat, 25-30 manat yonulmağı verir. Aşağı yuxarı eyni qiymət olur. Amma nəzərə alın ki, biri işlənmişdir, orijinaldır, biri isə təzə maldır. Nakladlarımız gəldi, Harki firması 45 manat aldı. Bu formadadır. İkisi çölün, biri çöl, biri içəri, biri çöl, biri içəri. Aporlar göndərmişik yonmağa, nə qədər Yusuf Ustan özü yoxdur burada. Biraz Yusuf Usta haqqında danışım. Kifayət qədər işində peşəkardır, birinci dəfədir yanına gəlirəm. Bu arada heç bir indirim, məsələ, nə bilim, sponsor falan deyil. Nə istiyorsa, yəqin ki, özü də videonu izləyəcək. Nə istiyorsa, hamısının beləcək ödənişini ödəmişəm. Çay, nə bilim, su, şirniyyat, qəydiyan, nə istəyirsinizsə, sağ olsun, hər şey təşkil edir. Adam kifayət qədər az olur, rahat formda gəlirsiniz, söhbət edirsiniz, məsləhətləşirsiniz və belə desək, sizin işinizi görür və kifayət qədər peşəkar görür. Mən ustalarda normalda nəyəsə çox belə şeylər ki, bunu yaxşı eləmədin, bunu belə eləmədin. Düzdür, mən belə çox iş gördürməmişəm. Aporlar çıxardılıb, taxılıb, yonulmağa gedib, indi yonulur, gələndən sonra yenidən yerinə bağlayacaq. Amma qrupda da uşaqlardan belə desək, kursurla da məsləhətləşdim. İşində kifayət qədər peşəkardır. Və dediyim kimi, əsas o sizə göstərdiyi münasibətdir. Türklərdə bir şey var, deyir dostumuza yemək edən axşama qədər buradadır. Kim ki, kruz sürürsə, bu arada özü də ikinci nəsil kruz sürür və bizim maşında buradadır. Kim kruz sürürsə, peşəkar usta axtarırsa, səliqəli iş görən usta axtarırsa, Yusuf Ustanın yanına gələ bilər. Qiymətlər kifayət qədər yaxşıdır. İstəsəz orijinaldan, istəsəz də dublikat malından maşının ehtiyatçılarına dəyişir. Yeri kifayət qədər genişdir. Xəzər TV-nin yanındadır. Kim istəsə öz elə yazsın, Yusuf Ustanın nömrəsini oyla paylaşım. Beləcə, Aporların bu vəziyyətə gəlməsinin səbəbi rayon yolunda çox yüksək sürətdən çox aşağıya beləcək salırdı avtomobili. Çünki kəskin döngələr var idi və burada bir məsələ var ki, hava çox soyuq idi. İsti, soyuq, isti, soyuq, isti, soyuq. Aporlarda da cüzi əyilmə olmuşdu. Videomuzdan bilir, hələ də ustadayıq. Bu bizim köhnə Aporlar. Bu da Ölüxanda alıb yondurduğumuz, gördüyünüz kimi olsun şumal. Yəni bu hissəsi ilə, dəqiq çəkim yaxından, bu hissəsi eyni olmalıdır. Amma bizim köhnə Aporun vəziyyəti gördüyünüz kimi bu hissə nisbətən çöldədir. Hansı ki, baxın, dırnağım ilişir. Bunu da yonmağa vermədi, ona görə ki, arxa tərəfi nazikdir. Yonulsaydı bunun canı qalmayacaqdı. Belə. Yusuf Usta artıq bundan sonra sonovka edir və artıq yavaş-yavaş inşallah gələcək. Yəqin ki, bir 20 kilometrə bunun adaptasiyası gedəcək, yəni nakladka ilə şeyin, Aporun. Biraz məsafə saxlayarsan, bəs eləyir.
Ustadan çıxdıq, əyləc bəndlərini, aparnoları, əyləc disklərini dəyişdik, hamısını, hər şey qaydasındadır. İndi avtomobilin tormozlaması daha yaxşıdır, daha az basanda daha yaxşı reaksiyadır. Əvvəl daha belə lordu desək, belə biz pola qədər basmaq deyirik də, əyləc, yəni belə arxa qədər basırdın ki, yəni avtomobil belə tam dayana bilsin. Burada bir dənə sadəcə əsas məsələ var ki, təcrübəsiz sürücülərə biləcək, məlumat məqsədindən bildiyim ki, avtomobilin ümumiyyətlə əyləc bəndlərini, əyləclə bağlı hər hansı bir iş görmüsünüzsə, avtomobili ustadan çıxardan kimi Formula 1-dəki kimi avtomobili sürməyin. Daha az sürün ki, adaptasiya, yəni əyləc bəndi, əyləc diskinə və ümumiyyətlə GTX tökmüsünüzsə, yəni əyləc mayesi tökmüsünüzsə, o sistemdə onun dövrəsi və s. hamısı bir-birinə adaptasiya olsun, sonra avtomobili rahat formada idarə edin. Çünki adaptasiya olmadığı müddətdə avtomobili siz ustaya girəndə öyrəşdiyiniz reaksiyanı avtomobil ustadan çıxandan sonra göstərməyəcək. Belə, avtomobil elə ki, hər şey qaydasındadır, hansı işlər görülməlidir usta artıq bizə bildirib, növbəti aylarda onları yavaş-yavaş dəyişəcək və yəqin ki, onları da video çəkib sizlə paylaşacağım. Bu hissələrdə və ya bu hissələrdə bir yerdə komment, save eləmək və profilə abunə olmaq var. Chevrolet Cruze sürürsünüzsə, Cruze almaq istəyirsinizsə və Cruze-la bağlı hansı detallarsa maraqlıdırsa, məni izləyə bilərsiniz və yaxın zamanda da Cruze-un daha yeni nəsil olan belə desək, gövdəsini və digər avtomobillərin incələmələri də yavaş-yavaş gələcək, kontentləri yazmışam. Sadəcə şəxs belə desək, karyera ilə bağlı, yəni işimlə əlaqədar olaraq çox video çəkməyə vaxtım olmur. Amma çalışacağam ki, həftə sonları bir neçə dənə video çıxardım və onları sizlə bu hesabda paylaşım.